Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Ask Arenadan hər birinizi salamlayıram. Bugün AFFA U17 liqasında Neftçi Sabahın qonaq olacaq. Heyətlərlə tanış ola bilərik. Başlayaq meydan sahiblərindən. Sabah komandasının heyəti bu cürdü qapını 12 nömrə Akif Allahverdiyev qoruyacaq. 2 komandanın kapitanı Ələsgər Əliyev, 4 Murad Ağabəyli, 5 Zakir Əmirov, 7 Ümid Səlimov və Neftçinin heyəti ilə tanış olaq. Komandamızda bugün qapını 1 nömrə Ramil Sazanov qoruyacaq. 7 komandanın kapitanı Vüsal Kərimov, 5 Əmir Fətiyev, 6 Elvin Vəliyev, 8 Fatih Əskərzadə, 9 Elnur Abdullayev, 10 Nicat Məhərrəmov, 11 Elşən Atakişiyev. Fatih yaxşı döndü, qaytardı topu Vüsala, Kərimovdan qapı qarşısına ötürmə və burada Ələsgər Əliyev uzaqlaşdırmağa çalışır. Elvindədir top, Vəliyev zərbə alınmadı, Elnur Abdullayev və gol! Elnur Abdullayev hesabı açır. Neftçi oyunun 12-ci dəqiqəsində səfər qarşılaşmasında hesabda irəli çıxır. Sağ cinahdan ötürmə təhlükəli alınmışdı. Əvvəlcə ilk zərbə alınmadı. Elvin Vəliyev ötürmə etdi və Elnur Abdullayev hesabı açır. 1-0. Elvin Vəliyev, Elvin Nicat istiqamətində ötürmə dəqiqdir. Nicat Məhərrəmov cərmə meydançasında topladı. Nicat Məhərrəmov! Gol! 2-0! Nicat Məhərrəmov əla çəkdi və baxımlı gol vurdu. Oyunun 14-cü dəqiqəsinin tamamında. Sola çəkdikdən sonra yenidən topu sağ ayağına keçirəcəyini. Məmmədov irəlilədi topla. Ötürmə və belə bir gol. Ümid Səlimov hədiyyəni dəyərləndirdi. 29-cu Murad və qarşılaşmanın birinci hissəsi başa çatır. Sabah Neftçi görüşündə ilk hissədən sonra hesab 2-1 fit səslənir və ikinci hissə başladı. Neftçiyə bir daha uğurlar arzulayırıq. İlk hissədə komandamızın qollarını Elnur Abdullayev və Nicat Məhərrəmov vurublar. İndi irəli ötürmə Kamran istiqamətində. Kamran cərmə meydançasında. Kamran və gol! 3-1 Kamran! İsmailov fərqlənir. Neftçi meydanda azlıqdaykən zədələnən futbolçunun əvəzinə meydana hələ heç kim daxil olmadan Pünhan ötürməsi qapı qarşısına. Əmir Fətiyev və qapıcı. İndi daha bir zərbə olacaqmı Murad? Qaytarır topu Pünhana. Qasımzadə baxır qapı qarşısına. Növbəti ötürməsini edir. Başla zərbə və gol! 4-1 Ayxan İssaqov. Əvvəlcə Əmir Fətiyev zərbə indirmişdi. Qapıcı topu dəf etdi. Murad Abbaslı yenidən topu Pünhana qaytardı. Onun bu dəfəki ötürməsi isə asistə çevrilir və bu dəfə Ayxan İssaqov fərqlənir, hesabı 4-1 edir. Uzaqdan İbrahim zərbə indirir və baxımlı qolla yadda qalır İbrahim Hüseynov. Çox yaxşı zərbə idi. Oyunun 90-cı dəqiqəsində hesab 4-2 olur. Məfsum Hüseynov. Yox, burada top oyuna daxil edilmir və qarşılaşmanın baş hakimi oyunun final fitini səsləndirir. Neftçi Sabah üzərində 4-2 hesablı qələbə qazanır və xallarını 91-ə çatdırır.